Kənd şəhər söhbəti verilişi Çarxı kəndində. İndi görək burada kim var? Bir nəfər tapdıq. Salam aleyküm, salam. Siz Çarxı kəndindəsiniz? Bəli. Adınızı soruşmaq olar? Hacıyev Rəsul. Hacıyev Rəsul. Hacıyev Rəsul, burada siz səhər duranda necə həyat yaşayırsınız? Məsələn, səhər durdunuz, nə edirsiniz? Heç nə, səhər durduq, mal heyvanına, gördüyünüz kimi mal heyvana baxırıq. Su gəlir sizdə? Bəli. Əməllicə gəlir, yoxsa təzədən doldurursunuz? Yox, şeydən gəlir. Qıratdan? Qıratdan gəlir. Quyu suydu? Kataka suyu. O nə deyir, kataka suyu? Elə bir ki, bulaqlı gəlir də. Bulaqdan götürürsünüz o suyu? Bulaqdan yəni ki, bulanlıq gəlir. Hə, kaçalkar suyu. Bəli. Bu da mənim dostumdur. Adınızı soruşmaq olar? Məmməd Qulu. Siz Rəsulun dostusunuz? Dostu yox. 11 ildir dostuq. 11 ildir dostsuz. İndi neçə yaşınız var? Mənim 12, onun 14. O 11 ildir deyəndə ki, uşaqlıqdan siz başlamısınız dostluğa. Adınız nə idi? Rüfət. Rüfət, necəsən? Yaxşı. Sizin neçə yaşınız var? 11. Bu kimdir? Mənim bacımda 1 yaşı var, adı da Məryəmdir. Allah saxlasın. Sağ olun. Rəsul, indi keçək evə, sənin heyvanlarla tanış olaq. Atın, eşeğin, ördəyin, qaz balon neyin varsa tanış olaq. Gəl. Bu bizim nəyimizdir? Qorxur adamlar. Hə. Elə bilirsiniz ki, baytardı gəlib yaxın minlə bura. Elə o elə bilir. Baytar tez-tez gəlir bura. Bəli. Bu erkək danadır. Yazığı qorxur. Bir dəfə gəlmişdiniz. Nədir? Bir dəfə gəlmişdiniz. Bu dananı tövlədə gördünüz, sonra çəkəmədiniz. Yadınız. Mən də deyirəm, bu ev mənə tanışdı nəsə. Dünyanın ən balaca danası. Bəli. Ən balaca danadır. İlk dəfə ən balaca danadır bu. Elə ki, bir gün, 2 gün olarsa olub. Doğulub? Doğulub, hə. Bir gün, 2 gün. Yarın belə. Bir həftə olar da onun? Hə, bir həftə. Bəs bir gün, 2 gün. Nədir? Dananın adı nədir? Dananın adı elə Mişqadır. Mişqa? Mişqa. Xoruzumuz, sayığımız. Sonra toyuqları da gördük orada xoruzun. Peyin də var bitkilərə. Zəhmət olmasa kamer çəksin. Bitkilərə yığılır. İndi yayda pomidor şitiri, xiyar şitirinin kötüyünə səpilir ki, artımlı olsun, yaxşı gətirsin yayda. Bəli, bu da ki, toyuq düzədir. Xoruzdur. Eşitdik, burada qaz da var, qaz. O haradadır? Gedək görək onu, zəhmət olmasa. Bu it sizin itinizdir? Hə. Adı nədir? Bolt. Bolt? Bolt. Bolt. Bolt, Amerikan. Bolt, bəli. Boytun neçə yaşı var? Bilmirəm. Keçən dəfə demişdiniz ki, itin dili olmur, ağzı olmur, o görə də deyə bilməz. Adam bilirsən. Dili yox, ağzı yox deməsən ki, sənin yaşın necədir? Həm də birdən belə adam şokda qalır. Bəli, gedək indi qazları görməyək. Rəsul, sən arxadan baxanda elə bilirəm Messisən. Belə baxanda görəm, Rəsuldur. Qaz balalardır bunlar? Qaz balalar. Aha. Görürsünüz, görürsünüz, babası gəlsin, anası söyləyir. Görürsünüz, gelsin. Qaz balaları tuta bilirsən? Hə, balaları qoymur da yaxına gəlməyə. O, qazı tutduq, qəşəng. Mikrofon tuta bilərsiniz. Deyəsən, bu qaz bala deyil, dəcəl qaz baladır. Hə? Dişləyir əlvi? Yox. Neyini? Adı nədir bunun? Bilmirəm. Bilmirsən, ad qoyardın da, təzə doğulub həmdə. Bir də baxa bilər. Neçə yaş var? Bunlara yaş yoxdur, ağzıma soxma. Yoxdur, ağzıma soxma. Yaş yoxdur. Gəl buraxaq, anası yazıqdır, onu gözləyir. Get bala, get. Get, azadlığa get. Get. İndi sizə bir maraqlı ağac evi göstərəcəm. Ağac evi, aha. Heç vaxt ağac evi görməmişəm. Bu filmlərdə baxmışam, Orada doğrudan görməmişəm də. Oo, ağac evinə bax. Hə, maraqlıdır. Nədir? Bura elə ki, şey olmayıb da təmin olunmuyor. İndi təmin işləri gedir burada. Gördüyünüz kimi ipi, hamı var. Təmin gedir. Ustanın adı nədir burada təmin işləyən? Mən. Bura çıxmaq olar? Çıxmaq olar deyəndə ki, siz çıxa bilməyəcəksiniz. Qoy mən çıxım. Çıx.
Həyəcanlı dəqiqələr. Rəsul öz düzəltdiyi ağac evə çıxır. Aha, bu iplər nə deməli çox maraqlı. Yəni nə üçün lazımdır? Nossa, nossa, assim você me mata.